Salam, hər vaxtınız xeyir olsun. Mən Kənan Cəfərli, Fez Akademisinin coğrafiya üzrə təlimçisiyəm. Bu günləri ikinci qrupların blok imtahanına düşə biləcək sual izahlarına diqqət etmiş olacağıq. Suallara mütləq şəkildə diqqətli yanaşın. Bu sualların hər biri sizə qəbul imtahanında qarşınıza çıxa bilər. Birinci sualımıza baxırıq. Birinci sualımızda qeyd olunub ki, iqlim diaqramının aid olduğu iqlim qurşağını müəyyən edin. Ümumiyyətlə, iqlim diaqramına baxırıq ki, cənub yarımkürəsində yerləşir. Bu xəttdə bu formada olduqda cənub yarımkürəsindədir və cənubun yay aylarında yağıntısı düşür 1250 mm şəklində. Deməli, bu olmuş olacaq cənub subekvatorial iqlim qurşağı. Bəzi abituriyentlər bunu Aralıq dənizi iqlim tipi ilə qarışdırır, amma Aralıq dənizi cənub yarımkürəsində yanvar-fevral aylarında yox, iyun-iyul aylarında yağıntısı düşmüş olacaq. D variantı doğrudur. İkinci sualımıza biri ritmiklik qanuna uyğunluğa aid deyil. Biz bilirik ki, ritmik proses o deməkdir ki, bir-birini əvəzləsin. Dirəyin kölgəsi, təbii ki, kölgənin istiqaməti biz bilirik ki, hər il, tutaq ki, 23 sentyabrda şimal yarımkürəsində olan bir məntəqədə dirəyin kölgəsi şimala düşürsə, gələn ildə 23 sentyabrda o formada olmuş olacaq, yəni ritmikdir. Amma zəlzələ proseslərinin baş verməsi hər hansı bir ritmik prosesliyə aid deyil. Çünki biz bilmirik nə vaxt zəlzələ olacaq. Yəni qəfil oldu, keçdi və s. düzdürmü? Ona görə zəlzələlərin baş verməsi ritmiklik bir proses deyil. Üçüncü sualımıza baxırıq, doğru olan variantı müəyyən edək. Geniş düzənliklər əsasən litosfer havalarının sərhədinə uyğun gəlir. Geniş düzənliklər litosfer havalarının sərhədinə yox, litosfer havalarının mərkəz hissələrinə daha çox uyğun gəlmiş olacaq. Çünki geniş düzənliklərin əsası platforma olur. Bir yanlışdır. Metamorfik süxurlar maqmanın yer səthinə çıxaraq soyulması nəticəsində yaranır. Bu da yanlış fikirdir. Metamorfik süxurlar çökmə və maqmatik süxurların yüksək təzyiq və temperatur şəraitində dəyişməsindən yaranır. Litosfer və biosfer təbəqələrinin yaranması bəli, geoloji inkişaf mərhələsinə aiddir. Atmosfer və hidrosfer isə planetar inkişaf mərhələsinə aid edilir. Skandinaviya yarımadasının hündürlüyü böyük suallı dağların hündürlüyündən azdır. Skandinaviya dağlarının hündürlüyü 2459 metr, amma böyük suallı 2228 metrdir. Yanlışdır, az deyil, çoxdur. Qırmızı dənizin və Aralıq dənizin sahələri getdikcə azalır. Qırmızı dənizin sahəsi genişlənir. Yanlış fikirdir. Dördüncü sualımıza baxırıq. Doğru variantı müəyyən edin. Küdrü Şirvan və Yazı yaylasında gətirmə konusu müşahidə olunur. Gətirmə konusu Azərbaycanda Gəncə Qazax düzü, Küdrü Şirvan, yəni Şirvan düzü, Qanıq Ərçay və Qarabağ düzlərində müşahidə olunur. Yazı yaylasında yox. Filiz mənşəli faydalı qazıntılar yalnız Böyük Qafqaz dağlarında yayılıb. Bu da yanlış fikirdir. Çünki Kiçik Qafqaz dağlarında elə əsasən filiz mənşəli faydalı qazıntılar yayılıb. Mingəçevir su anbarı Azərbaycanın ikinci ən böyük çayın üzərində yerləşir. Yanlış fikirdir. Mingəçevir su anbarı Azərbaycanın birinci ən böyük çayı olan Kür çayının üzərində yerləşmiş olacaq. Tambur dəvəsi və Lənkəran ovalığının əsasını maqmatik süxurlar yox, çökmə mənşəli süxurlar üstünlüyü təşkil etmiş olacaq. Naxçıvan Arazboyu düzənliklərinin hündürlüyü Gəncə Qazax düzünün hündürlüyündən çoxdur. Bəli, doğru fikirdir. Gəncə Qazax düzünün hündürlüyü 190-200 metrə qədərdir, amma Naxçıvan Arazboyu düzənlikləri 600-700 metr olacaq. Növbəti sualımıza baxıraq, uyğunluğu müəyyən edin. Burada ölkələr, inzibati ərazi quruluşları və idarəetmə formalarıdır. Almaniya federativ ölkəsidir, adından da məlumdur. Almaniya Federativ Respublikası. Baxın, ona görə də idarəetmə forması da respublikadır. Misir unitardır, amma monarxiya deyil, respublikadır. Qazaxıstan, ümumiyyətlə, Mərkəzi Asiya ölkələrinin həm demək olar ki, hamısı unitar və respublikadır. Ona görə Qazaxıstan da unitar respublikadır. Belçika federativdir, həm də monarxiyadır. 4-də doğrudur. Çin federativ monarxiya deyil, respublikadır. Türkmənistan unitar monarxiya deyil, respublikadır. Cavabımız 1, 3, 4 olmuş olacaq. Şəkilə əsasən 2, 5, 6 çaylarını müvafiq olaraq müəyyən edək. İkinci çayımız Araz çayıdır təbii ki. 5-ci çay Köndələn çay, 6-cı çay isə Tərtər çayı olmuş olacaq. Araz, Köndələn və Tərtər çayı olacaq. Afrikada hansı iqlim qurşağı mövcud deyil? Afrikada bilirik ki, subekvatorial iqlimdir, ekvatorialdır, tropikdir, subtropikdir. Mülayim iqlim qurşağı mövcud deyil. Ona görə də mülayim dəniz iqlim tipi də burada mövcud olmayacaq. Şəkil sxemə baxaq. Şəkil sxem nəzəriyyəsi heliosentrik bir nəzəriyyədir. Yəni, Günəş mərkəzdədir. Planetlər, yer və ay Günəşin ətrafında dövr etmiş olacaq. Və bu nəzəriyyədə bilirsiniz ki, Nikolay Kopernikin nəzəriyyəsidir. Ptolomey nəzəriyyəsi isə geosentrik nəzəriyyədir. Burada yer mərkəzdədir. Günəş və digər planetlər yerin ətrafında dövr edirdi. 9-cu sualda deyir, çayın mənbəyi 4000 metr, mənsəbi 200 metr yüksəklikdədir.
Çayın uzunluğu 190 km olarsa çayın meyilliliyini təyin edin. Meyilliliyi təyin edərkən biz düşmə bölünsün uzunluq düsturundan istifadə edirdik. Düşmə nədir? Düşmədə mənbə və mənsəb arasında fərqdir. İndi mənbənin hündürlüyü 4000-dir, mənsəbin hündürlüyü isə 200 metrdir. 4000-dən 200 metri çıxacam, qalacaq 3800 metr. Mən çayın düşməsini taparkən onun düşməsini, yəni 3800 metri böləcəm nəyə? 190 kilometrə. Cavabımız edəcək 20 metr bölünmüş kilometr düsturundan əsasən. A variantı doğrudur. Atmosferlə bağlı doğru fikirləri müəyyən edin. Atmosferdə deyir, təyyarələr yalnız troposfer təbəqəsində hərəkət edir. Yanlış fikirdir. Məsələn, bəzi hərbi təyyarələr stratosfer təbəqəsində də hərəkət edə bilirlər. Troposferdə hündürlüyə qalxdıqca bəli, temperatur azalır, eyni zamanda təzyiq də azalır. Temperatur artdıqca nisbi rütubətlilik artmaz, azalar. Ekvatorial iqlim qurşağında yağıntılar il boyu düşür. Bəli, il boyu bərabər şəkildə düşmüş olacaq. 2-4 B variantı uyğundur. 5-ci saat qurşağının orta meridianına aid olan xüsusiyyətləri müəyyən edin. 5-ci saat qurşağının orta meridianı təyin etmək üçün mən 5-i vuracam 15-ə. 70 olacaq 75 dərəcə şərq uzunluğu. İndi 75 dərəcə şərq uzunluğu Qrinç meridianından qərbdə yox, şərqdə yerləşər. Bir yanlış fikirdir. Uzunluğu ekvatordan çoxdur. Xeyr, yanlışdır. Ekvatorun uzunluğu 40076 kilometrdir. 5-ci saat qurşağı isə yarım meridiandır, yəni çevrəsidir. Bu da 20000 kilometr olacaq. 21 mart tarixində bütün məntəqələrdə bəli, yerli vaxt tarixi eyni olmuş olacaq. Yəni bir meridian üzərindədir deyə. 360 dərəcəlik çevrədir, yanlışdır. 5-ci saat qurşağının orta meridianı 75 dərəcə şərq uzunluğudur. Əgər o tam çevrə olması üçün əks olan meridian da götürülməlidir. Əks olan meridian da təbii ki 19-cu saat qurşağının orta meridianıdır. Yəni 180-dən 75-ə çıxmış olacaq, qalacaq 105 dərəcə uzunluq. Ekvator düzbucaq altında kəsişir, bəli, doğrudur, kəsir. Bakı ilə arasında yerli vaxt fərqi 1 saat 40 dəqiqədir. Bu 75 şərq uzunluğudur. Bakı isə 50 şərq uzunluğunda yerləşir. Aralarındakı fərqimiz 25 dərəcədir. Mən 25 dərəcəni sadə dəqiqəyə çevirmək üçün böləcəm 15-ə. Düşəcək bir dəfə 15, qalığımız da qalacaq 10. 1 saat, qalığı da vurdum 4-ə, 70 olacaq 1 saat 40 dəqiqə. Bəli, həqiqətən də aralarındakı məsafəmiz 1 saat 40 dəqiqədir. Yəni 3, 5, 6 doğru cavabımız olacaq. Axımı tənzimlənən çaylar qrupunu müəyyən edin. Axımı tənzimlənən çaylar o deməkdir ki, üzərində su anbarları yerləşsin. Təbii ki, Kür çayının üzərində var, Volqa çayının üzərində və Kolumbiya çayının üzərində su anbarları mövcuddur. 3, 4, 5 doğru cavabımız olmuş olacaq. Exolotdan okeanın 6000 metr dərinliyinə göndərilmiş səs siqnalı neçə saniyədən sonra geri qayılar? Exolotdan göndərilmiş səs siqnalı 1 saniyədə 1500 metr hərəkət edir. Doğrudur. İndi 6000 metr dərinliyə gedib, sonra da geri qayıdıb. 6000 metr dərinliyə 4 saniyə ərzində gedəcəkdir. 6000-i böləcəm 1500-ə, eləyəcək 4 saniyə. Geri qayıtması üçün də bir 4 saniyə lazımdır. Yəni ümumilikdə nə qədər etmiş olacaq? 8 saniyə etmiş olacaq. Növbəti sualımızda baxıram ki, qidalanmasında yeraltı suların üstünlüyü təşkil etdiyi çayları istəyir. Yeraltı suların üstünlüyü təşkil etdiyi çaylar Azərbaycanda Tərtər çayıdır, Araz çayıdır və Həkəri çayı olmuş olacaq. 2, 5, 6 doğru fikirdir. Bunlar yeraltı sulardan qidalanır. A məntəqəsində havanın temperaturu -3 dərəcədir. B məntəqəsində isə -9 dərəcədir. Nisbi rütubətliliyi, hündürlüyü tapmaq lazımdır. Təbii ki, bunlar arasında ilk öncə dərəcə fərqlərini tapsam, 9 çıxılsın -3 etmiş olacaq -12 dərəcə Selsi. İndi -12 dərəcə neçə metrdir? Təbii ki, biz bilirik ki, hər 1000 metrdə 6 dərəcə azalır temperatur. X metrdə də 12 dərəcə azalmış olacaq. X-imiz nəyə bərabərdir? 2000 metr olmuş olacaq. Deməli, burada elə bizim nisbi hündürlüyümüz 2000 metrdir. 16-cı sualımıza diqqət edirəm. 16-cı sualımızda Mezozoy erasına aid olan xüsusiyyətləri istəyir bizdən. Qeyd olunub ki, bu erada yaranan dağlara qədim Lavrasiya qurusuna aid olan materiklərdə rast gəlinir. Doğrudur. Bu erada yaranan dağlar əsasən məsələn, Mezozoy dağ əmələ gəlmə mərhələsi, Verxoyanski dağları, Hind Çin yarımadasında yerləşən ərazilər, qayalı dağlar və s. Bunlar da bəli, həqiqətən də Lavrasiya qurusuna aid olan materiklərdə, yəni Avrasiya və Şimali Amerika materiklərində rast gəlinir. Bir doğrudur. Pantalasson okeanı transqressiya və reqressiyaya məruz qalması Paleozoy erasına aiddir. Müasir materiklərin formalaşması, müasir okeanların yaranması Mezozoydur. Müasir Mezozoy, M. Bu eraya məxsus olan suxurlara Azərbaycanın dağlıq ərazilərində rast gəlinir. Bəli,
Bu eraya məxsus olan Azərbaycanda süxurlar Tiryas, Yura, Təbaşirdir. Məsələn, Yura süxurları yüksək dağlıq ərazilərdə, Təbaşir isə orta dağlıq ərazilərdə yayılıb. Tiryas isə Naxçıvan ərazisində. Bu erada yaranan dağlar qeyri-filiz faydalı qazıntılar ilə zəngindir. Yanlışdır. Dağlarda qeyri-filiz olmaz. Filiz mənşəli faydalı qazıntılar olmuş olar. Cavabımız 1, 3, 4 doğru cavabımızdır. 17-ci sualımızda cədvəl verilib. Onlara əsasən doğru bəndləri müəyyən edək. Dağ silsilələri və xüsusiyyətləridir. Baxıram ki, Şahdağ dağ silsiləsini verib. Xarici ölkə ilə təbii sərhəd təşkil edir. Bəli, Şahdağ silsiləsi Ermənistanla sərhəd təşkil etmiş olacaq. Bir doğrudur. Qarabağ silsiləsi mütləq hündürlüyü 3000 metrdən azdır. Qarabağ silsiləsinin ən hündür zirvəsi Böyük Kirs dağlarıdır. 2725 metr hündürlüyü var. Bəli, 3000 metrdən azdır. Niyaldağ Kiçik Qafqaz tektonik qalxma zonasında yerləşir. Yanlış fikirdir. Niyaldağ Böyük Qafqaz tektonik qalxmasında yerləşəcək. Dərələr qışı quraq keçən soyuq iqlim tipi yox, yay quraq keçən soyuq iqlim tipi yayılıb. Murovdağ vulkanik çökmə süxurlara rast gəlinir. Bəli, rast gəlinmişdir. Doğrudur. Yura və Təbaşir dövrünün çöküntüləri Talış dağlarında əsasən yox, Yura yüksək dağlıq, Böyük Kiçik Qafqaz dağıdır. Yanlış fikirdir. Talış dağlarında əsasən Paleogen dövrünün süxurlarıdır. 1, 2, 5 doğru cavabımızdır. Temperaturu 30 dərəcə olan 5 kub metr havada nisbi rütubətlilik 45% olarsa, havada olan su buxarının miqdarını hesablayın. 1 kub metr üçün isə 30 dərəcədə 30 qram su buxarı təyin olunur. Deməli, 30 qram su buxarımız bizim nədir? 100% təşkil etmiş olacaq. Doğru. İndi x qram üçümüz nə qədərdir? 45%. Mən indi burada 30-u 45-ə vurub 100-ə böləcəm. Eləyəcək 13,5 səhv etmirəmsə. Bu bizim 1 kub metr hava üçün lazım olan miqdardır. Amma bizə 5 kub metr üçün deyir. Ona görə 13,5-i 5-ə vurmuş olacam. Etmiş olacaq nə qədər? 67,5 qram olacaq. Cavab variantımız 67,5-dir. 19-cu sualda Milmuğan, Şirvan, Salyan iqtisadi rayonlarına aid olan ümumi əlamətləri müəyyən edək. Baxın, rekreasiya ehtiyatları ilə zəngindir. Yanlış fikirdir. Hər ikisi quraq ərazilərdir. Burada hər hansı bir rekreasiya, yəni turizm məqsədli istifadə olunmur. Neft və qaz hasilatı ixtisaslaşmış sənaye sahələridir. Yanlış fikirdir. Neft-qaz hasilatı əsasən Xəzər sahili ərazilərdə Abşeron və Bakı iqtisadi rayonlarına aiddir. Ərazisində ölkə əhəmiyyətli dəmir və avtomobil yolları keçir. Bəli, doğru fikirdir, keçir. İki tektonik zonada yerləşməz, Kür tektonik çökməsində yerləşirlər yalnız. Xarici ölkədən sərhəd təşkil edir. Bəli, Şirvan Salyandan isə orada Biləsuvar rayonu xarici ölkə ilə İrandan sərhəd təşkil etmiş olacaq. Növbəti sualımız uyğunluq sualıdır. Türyançay və Tərtərçaya aid olan xüsusiyyətləri müəyyən edək. Qidalanmasında yağış suları üstünlüyü təşkil edir. Türyançay və Tərtərçayın hər ikisinin qidalanmasında yeraltı sular üstünlüyü təşkil edəcək. Heç birinə aid deyil ha. Çay dərəsində seyslər inşa edilir. Bəli, məsələn, Suqovuşan 1, Suqovuşan 2 seysləri var. Tərtərçayın üzərindədir. Mənbəyi daha yüksəkdə yerləşir. Türyançay Böyük Qafqaz dağlarından başladığına görə daha yüksəkdən başlamış olur. Kürün sağ qoludur. Biz sağ-sol qolu tapmaq üçün çayın getdiyi istiqamət üzrə dayanırıq. Onun sağ hissəsi sağ qolu, sol hissəsi sol qolu olmuş olacaq. Sağ qolu ona görə Tərtər çayıdır. Stoplayıcı hövzəsində bərabər yağıntılı mülayim isti iqlim tipi formalaşır. Bu da təbii ki, Türyançayın hövzəsində müşahidə olunmuş olacaq. 1-ə C-yi, 2-yə isə B-D doğru cavabımız olacaq. Bu formada sağ olun. Gələn videolarımızda görüşmək ümidi ilə.